Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil. Oxu24.com xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayınmaq üçün maşını digər şəxslərə etibarnamə verməklə onların adından avto-icbari sığorta etdirmələrinə də rast gəlinir. Ancaq görünən odur ki, bundan sonra başqasına etibarnamə verənlər və ya etibarnamə əsasında avtomobil idarə edənlər bu barədə bir daha düşünməli olacaqlar. Belə ki, Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin sığorta tarixçəsi əmsalı tətbiq olunacaq. Oxu, Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək. Yəni, avtomobil üzrə başqa şəxslərə etibarnamə verilibsə, bu zaman onu sığorta etdirərkən təkcə həmin şəxsin yox, etibarnaməsi olan digər şəxslərin də sığorta tarixçəsi nəzərə alınacaq. Nəticədə sığorta etdirən qəza törətmiş olmasa da, avtomobili idarə etmək hüququ olan digər şəxslərə görə sığorta haqqı yüksək ola bilər. Həmçinin qəza törətmiş şəxs digərinə etibarnamə verməklə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayına bilməyəcək. Beləliklə, avtomobili idarə etmək hüququ olan şəxslərdən yüksək riskli olanın sığorta tarixçəsinə uyğun sığorta haqqı müəyyən ediləcək. Qaydaya görə, avtomobili 2 və ya daha çox şəxsin idarə etmək hüququnun mövcudluğu mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunub. Yəni, etibarnamə ilə yanaşı qeyd edilən digər sənədlər də avtomobili 2 və ya daha çox şəxsin idarə etməsi deməkdir. Bu da sığorta haqqının hesablanmasında nəzərə alınacaq. Yeri gəlmişkən dəyişikliklərə əsasən mövcud bonus-malus sistemi fərdi sığorta tarixçəsinə əsaslanan sığorta tarixçəsi əmsalı ilə əvəz olunacaq. Bu mexanizmə əsasən, üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30% əlavə tətbiq olunacaq. Hazırda qüvvədə olan qaydaya görə, sığorta haqqı hesablanarkən avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda 1, 2 və ya daha çox şəxsin idarə etmək hüququ olduqda 1.15 əmsal tətbiq edilir. Dəyişiklik qüvvəyə minəndən sonra avtonəqliyyat vasitəsi sahiblərinin sayı 5 və ya daha çox olduqda 1.15 əmsal tətbiq ediləcək. Bu saydan az olduqda isə 1 əmsal tətbiq olunacaq. Qeyd edək ki, yeni qayda 16 iyun 2026-cı ildən qüvvəyə minir. Azərbaycan Respublikasının Milli Məclisində nəqliyyat sisteminin gələcək inkişafı və rəqəmsallaşdırılması istiqamətində tarixi addımlardan biri atılır. Belə ki, Parlamentin İqtisadi Siyasət, Sahibkarlıq və Sənaye Komitəsində nəqliyyat haqqında qanuna təklif edilən yeni dəyişikliklər geniş müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklərin əsas qayəsini avtonom, pilotsuz, nəqliyyat vasitələrinin ölkə ərazisində istismara buraxılma qaydalarının hüquqi müstəvidə müəyyənləşdirilməsi təşkil edir. Bu hüquqi tənzimləmə gələcəkdə süni intellekt və pilotsuz texnologiyalarla idarə olunan avtomobillərin Azərbaycanın nəqliyyat sisteminə inteqrasiyası üçün fundamental zəmin yaradır. Bəs hazırda ölkəmizin mövcud yol infrastrukturu, rəqəmsal imkanları və texnoloji bazası bu cür innovativ nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nə dərəcədə cavab verir? Mövzu ilə bağlı Oxu24.com açıqlama verən tanınmış nəqliyyat eksperti Eldəniz Cəfərov məsələnin pərdəarxası məqamlarına aydınlıq gətirib. Pilotsuz avtomobillərin Azərbaycandakı gələcək tətbiq mərhələlərini və perspektivlərini şərh edib. Eldəniz Cəfərov qanunvericilikdə edilən bu dəyişikliklərin uzaq gələcəyə deyil, yaxın perspektivə hesablanmış strateji addım olduğunu vurğulayıb. Ekspert bildirib ki, hüquqi bazanın formalaşdırılması reallıqda bu texnologiyanın kütləviləşməsinə birbaşa təsir göstərəcək. Perspektivdə düşünürəm ki, həm fərdi qaydada vətəndaşlar belə nəqliyyat vasitələrini alıb istismar edə biləcəklər, həm də taksi xidmətində də belə nəqliyyat vasitələrinin istismarı istisna deyil. Bu o deməkdir ki, yaxın illərdə Azərbaycan yollarında təkcə fərdi şəxslərin idarə etdiyi avtonom maşınlar deyil, həm də sürücüsüz fəaliyyət göstərən, tamamilə proqram təminatı ilə idarə olunan taksi parkları formalaşa bilər.
Bu isə nəqliyyat sektorunda inqilabi dəyişiklik, xidmət keyfiyyətinin artması və insan amilindən asıllığın minimuma enməsi deməkdir. Oxu ən dəqiqə. Milli Məclis yeni qərar qəbul etdi. 12 ay sonra qüvvəyə minəcək. Ekspertin sözlərinə görə, pilotsuz avtomobillərin birdən-birə şəhərin intensiv hərəkət olan mərkəzi küçələrinə buraxılması real deyil. Bu texnologiyanın tətbiqi mərhələli və ciddi nəzarət altında həyata keçiriləcək. Cəfərov ilkin tətbiq sahələrini belə qruplaşdırıb. Belə nəqliyyat vasitələri ilk növbədə logistika, yükdaşıma və qısa məsafəli çatdırılma, kuryer xidmətlərində sınaqdan keçiriləcək və tətbiq olunacaq. Pilotsuz texnologiyaların ilkin sınaq və aktiv istifadə zonaları xarici aləmdən izolyasiya olunmuş. Hərəkət trayektoriyası öncədən tam müəyyən edilmiş qapalı sahələr olacaq. Böyük dəniz və quru limanlarında, nəhəng logistik ambarlarda yüklərin daşınması, çeşidlənməsi və yerbayır edilməsi prosesində pilotsuz maşınlar insan əməyini əvəzləyəcək. Məsələnin ən çox maraq doğuran tərəfi isə Bakı şəhərinin mövcud yol strukturunun bu yeniliyə adaptasiyasıdır. Eldəniz Cəfərov bəyan edib ki, avtonom nəqliyyatın paytaxt küçələrinə çıxması üçün mütləq şəkildə infrastruktur islahatları aparılmalıdır. İyunun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. Oxu Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla yanaşı axtarış xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb. Müvafiq prosedurlar tamamlandıqdan sonra nəşi aşkarlanmış 4 nəfər vətəndaşımızın cənazələrinin və onları müşayiət edən Yeysk şəhərində qalan 2 nəfər vətəndaşımızın yaxın günlərdə ölkəmizə yola salınması nəzərdə tutulur. Rusiya paytaxtı yaxınlığında yüksək rütbəli hərbçiyə qarşı növbəti səs-küylü sui-qəsd hadisəsi törədilib. İlkin məlumatlara görə, hadisə peşəkar şəkildə planlaşdırılmış terror aktı xarakteri daşıyır. Nojoment Az xəbər verir ki, hadisə Moskva vilayətinin Balaşxa şəhərində qeydə alınıb. Yerli hüquq mühafizə orqanları və mətbuat vasitələri partlayış nəticəsində həyatını itirən şəxsin Rusiya Silahlı Qüvvələrinin general-leytenant rütbəli yüksək rütbəli hərbçisi olduğunu bildirir. İstintaq qrupunun ilkin qənaətinə əsasən naməlum şəxslər tərəfindən qabaqcadan hazırlanmış əlqayırma partlayıcı qurğu bomba generalın idarə etdiyi bəyən markalı minik avtomobilinə yerləşdirilib. Ölümcül konstruksiya nəqliyyat vasitəsi hərəkətdə olarkən məsafədən idarə etmə və ya xüsusi taymer vasitəsilə işə salınıb və güclü partlayış baş verir. Hadisə nəticəsində avtomobildə olan yüksək rütbəli zabit aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Hazırda hadisə yerinə Rusiya İstintaq Komitəsinin və Federal Təhlükəsizlik Xidmətinin EBA əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi açılıb və cinayəti törədənlərin müəyyən edilməsi istiqamətində genişmiqyaslı əməliyyat axtarış tədbirləri həyata keçirilir.